Nəyə görə yeni bir addım atmaq istəyəndə, məsələn, bir təlimə qoşulmaq istəyəndə, yeni bir işə başlamaq istəyəndə davamlı qarşımıza maneələr çıxır, pul tapa bilmirik, zaman ayıra bilmirik, sanki qərarsız qalırıq və ertələyirik. Bunun səbəbi nədir? Bunların səbəbi daxili tərəddüd və qorxularımızdır. Çünki məsələn bilirik ki, şəxsi inkişaf dəyişim prosesidir və ya yeni bir biznesə başlamaqda daha çox qazanacağınız bir imkandır. Bunlar nə qədər yaxşı bir şey olsa da bizim üçün tanış olmayan bir ssenaridir. Yəni öyrəşmədiyimiz yeni bir şey olduğuna görə də bizim şüuraltımız, psixikamız dirənc göstərir. Əsasən də uşaqlıqda necə bir ortamda böyümüşüksə, məsələn imkanların çox qısıtlı olduğu, rahatlığın az olduğu bir ortamda böyümüşüksə, bizim şüuraltımız üçün güvənli olan ssenari budur. Yəni biz uşaqlıqdan bunlarla böyüdüyümüzə görə bizə bu güvənli gəlir. Amma yeni addım isə, məsələn, daha çox qazanacağımız imkanlar, şəxsi inkişafa başlamaq, nə qədər yaxşı bir şey olsa da, bizim psixikamız üçün, şüuraltımız üçün yeni bir şeydir. Öyrəşmədiyimiz bir şey olduğuna görə də davamlı qorxular üzə çıxır, tərəddüdlərlə üzləşirik, addım atmaq da bizim üçün çətinləşir. Həyatımızı istədiyimiz kimi qura bilməməyin əsas səbəbi də budur. Məsələn, uşaqlıqda qısıtlı imkanlarla böyümüsünüzsə, pul daha az idisə sizin ailədə, gələcəkdə nə qədər çox pul qazanmaq üçün çalışsanız da, davamlı nəsə çətinliklər olacaq, maneələr çıxacaq qarşınıza ya da yeni addım atmaq çətin olacaq sizin üçün. Çünki psixikanız, şüuraltınız sizi əslində daha yaxşısından ona görə qoruyur ki, ona qorxulu gəlir valideynlərinizdən ayrılmaq. Yəni valideynlərinizlə yaşadığınız ssenaridən fərqli şəkildə yaşamaq şüuraltıya və psixikaya qorxulu gəlir. Sadəcə bunu işləmək lazımdır ki, istədiyimiz məqsədlərimizə rahatlıqla çata bilək. Həmçinin bu bizə bir işarədir ki, tam da dəyişim zamanıdır. Çünki bu dəyişim önəmli olmasaydı, bizim şüuraltımız bu qədər dirənc göstərməzdi ya da tərəddüdləri ortaya çıxarmazdı. Ətrafda ya da sosial şəbəkələrdə gördüyünüz insanların həyatlarındakı nəticələrdə, məsələn, zənginlik, xoşbəxtlik, uğurlar, bunların hamısı nə vaxtsa verilmiş bir qərarın nəticəsidir. Biz artıq bilirik ki, əgər bir dəyişiklik istəyiriksə həyatımızda, daha çox zənginlik və ya şəxsi inkişafa başlamaq, hər hansı bir məqsədə çatmaq istəyiriksə, bunun üçün qərar verməyimiz lazımdır. Qərar verə bilmək üçün isə tərəddüdləri yenməyimiz lazımdır. Əgər siz də həyatınızda nələrisə yaxşıya doğru dəyişmək istəyirsinizsə, bir qərarınız varsa, məqsədə çatmaq istəyirsinizsə, özünüzü hazır hiss eləmək üçün bu praktikanı eləyə bilərsiniz. Bu çox dəyərli və nəticə verən bir texnikadır. Buna görə də istənilən bir məqsədiniz üçün eləyə bilərsiniz. Sizə olar. Sakit və rahat bir ortamda bunu eləməyiniz daha yaxşı olar. Sadəcə olaraq bu cümlələri səsli şəkildə təkrar eləyəcəksiniz. Mən indiyə qədər addım atanda tərəddüd eləmişəm. Çünki əslində qorxmuşam ki, daha yaxşı yaşamağa özümə icazə versəm, daha çox qazansam, məqsədimə çatsam, ya da özümü inkişaf elətdirsəm, qorxmuşam ki, valideynlərimdən ayrılaram. Əslində məni saxlayan şey tam da bu idi. Amma artıq anlayıram ki, mən böyümüşəm, yetişkinəm. İstədiyim kimi yaşamaq, daha rahatlıqla məqsədlərimə çatmaq, daha çox pul qazanmaq qorxulu və təhlükəli deyil. Mən özümə daha yaxşı yaşamağa icazə verirəm. Bu məni valideynlərimdən ayırmaz. Mənə olar.
Bu texnikanı sizə mən, Diana səsləndirdim. Daha çox insana fayda vermək üçün bu çalışmanı tanıdığınız insanlara da göndərməyi unutmayın. Məqsədinizə gedən yolda hər birinizə uğurlar arzulayıram.